Aprelin 17-də Antalyada Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Tufan Erhürmanla görüşü olub. Dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilməsi münasibəti ilə təbriklərini çatdırdı. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi. Azərbaycan prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı. Həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.